When we come to the battlefield, we find that during battle, your senses are attuned towards fighting, and your senses are attuned towards making sure that you attain victory, making sure that you stay alive in the battlefield. You find that it's so easy to encounter death in the battlefield. So staying alive itself requires so much of a concentration. We see, for example, in Karbala that when it was the time for prayer, it was the companions of Imam Hussein والسلام, who said that it is the time for prayer. And in the history we see in any of the defensive wars that the Prophet conducted or the Imams were a part of, namely Imam Ali alayhi namaz and prayer was the most integral thing. İmam Hüseynin ikinci məsələsi o cür oldu ki, namazın əhəmiyyətindən əlavə meydanda namaz qılması çatdırmaq istədi ki, mən həqiqətdə hansısa məqama görə, xilafətə görə Yəzidlə qiyam eləmirəm. Onun atdığı addım o cür oldu ki, bildirmək istədi ki, mən Allahın dinini istəyirəm qabağa verin, Allahın dini getsin qabağa. Həqiqətdə namazı da əvvəl vaxtında qıldı ki, bildirmək istədi ki, mən birinci əsas məsələ odur ki, Allahın dini. Gördüyünüz kimi namazı qılıram, namazı əvvəl vaxtda qılıram, namaza üstünlük verirəm və bununla da bəziləri agah oldu, bəziləri hətta Yezidin qoşununda da dedilər ki, bu Hüseyin ki, gəlib bizlə qiyam eləməyə, namazın vaxtı oldu, bu namaz qıldı. Əgər bizlə qiyam eləmək istəsəydi, bunların heç birini fikirləşməzdi. عمر ابن سعد یزیدیان و اینها مردم را به غفلت کشانده بود علیه امام حسین و از امام حسین یک خارجی برای اونها تعریف کرده بود. خارجی که اصلا به دین اسلام پابند نیست و نماز نمیخواند. و این به قول دانشمندان عملا امام حسین فهمان که نه، من اهل نماز هستم تا دنیا بفهمد و دشمنان بفهمد که نه، امام حسین اهل نماز است، تا این به عنوان یک استفهام در تاریخ باقی نماند. عملا امام حسین فهمان که من اهل namaز هستم. این معنای دومش بود. İmam Hüseyin Aleyhisselam bu namazı kılmakla yine bize ayrı bir ders, ayrı bir ibret ve ayrı bir şuar veriyor. Namazı ayakta tutabilmek için öncelikle insanın Allah'la irtibatının kuvvetli olması lazım. Ehl-i Beyt'le bağlantısı kuvvetli olması lazım. Yezid'in ordusundaki insanlar namaz kılan insanlardı. Ehl-i Beyt'i tanıyan insanlardı. Ve Kur'an okuyan insanlardı.